ADA Universiteti adından Dövlət İmtahan Mərkəzinin bütün kollektivini yubiley münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanda yaşayan hər bir şəxsin həyatına bu və ya digər şəkildə toxunub. Çünki təhsil sahəsinin demək olar ki, bütün kütləvi imtahanları məhz DİM tərəfindən keçirilir. Biz ya şagird, ya abituriyent, ya bakalavr olaraq DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmişik və yaxud da sonraki peşəkar həyatımızda DİM imtahanlarının nəticəsi ilə işə qəbul etmişik və ya tələbə qəbulunda iştirak etmişik. ADA Universiteti olaraq biz də yarandığımız ilk gündən DİM tərəfindən keçirilən imtahanların nəticəsinə əsasən tələbə qəbulunu həyata keçiririk. Həm bakalavr, həm magistr pilləsinə. Və biz mütəmadi olaraq tələbələrimizin sonradan ADA Universitetində necə oxuduqlarını analiz edirik. Və bu analizlər zamanı baxırıq ki, DİM imtahanlarında iştirak edən tələbələr uğurla bizdə oxuyurlar. Bu bir daha bizim üçün göstəricidir ki, DİM tərəfindən keçirilən imtahanların məzmunu tələbələrin gələcəkdə universitet həyatındakı uğurlarını düzgün proqnoz edə bilir. Çünki düşünürük ki, belə kütləvi imtahanların təşkilində və keçirilməsində təşkilati çətinliklər nə qədər çox olsa da və onun öhdəsindən gəlmək nə qədər önəmli olsa da, məzmun daha böyük əhəmiyyət kəsb edir. Və tələbə gəlib universitetdə uğurlu olduqda, yaxşı oxuya bildikdə, bu onun göstəricisidir ki, imtahanların məzmunu da düzgün təyin olunub. Və imtahanlar tələbələrin biliklərini və çalışqanlıqlarını düzgün şəkildə ölçür. Biz ADA Universitetinə yalnız yerli imtahanların deyil, eyni zamanda bir sıra beynəlxalq imtahanların nəticəsi ilə də tələbə qəbulunu həyata keçirdik və DİM tərəfindən bu imtahanların da keçirilməsi bizim işimizə böyük bir dəstəkdir. Dövlət İmtahan Mərkəzinin fəaliyyətindəki digər təqdirə layiq və bizim işimizə böyük dəstək verən digər bir istiqamət də nəticələrin elmi statistik təhlilidir. Bir universitet olaraq tələbə qəbulu, ölkədəki təhsil dinamikası, ixtisaslara, müxtəlif sahələrə olan marağı başa düşmək üçün müəyyən analizlər aparanda, araşdırmalar aparanda ilk baxdığımız məlumat mənbələri məhz Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan elmi statistik təhlillər olur. Bu təhlillər bizə çox faydalı məlumatlar verir və biz düşünürük ki, bu imtahan nəticələrinin ictimaiyyətə açıq və şəffaf şəkildə belə statistik təhlillər vasitəsilə təqdim olunması xüsusi olaraq təqdirə layiqdir. Bir daha ADA Universiteti adından Dövlət İmtahan Mərkəzini təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzulayırıq.